Salam aleyküm, vaxtınız xeyir olsun. Demək belə, bu baxtasına pat deyil. Göstərimizdən fazla olur. Desəm. Burasından. Burada girəsin. Şuraya toparlasın. Satdığıma səbəbi beğendim sən. Belə baxanda altın düzlüydü, mən göstərirəm sənə tanısa. Altın düz qoyublar. Altın düz olanda benim aslında bırakmalı değil. Aslında bırakmalı değil altın düz olanda. Ama bakın necə ömrü gedib. Bax. Bakıyorlar burasında da payqalamışıq. Götür sənə tanısa bax. 2 var bu bunu payqalamışıq. Bax bunu payqalamışıq. Bakın ömrü getdikcə şey olanda başlayır başqa fəsadlar verməyə. Bax altın düzdür, yəni buradan bırakır. Sonra bilmiyorum Hasan. Kötü bırakmasın. Ama ömrü gedib. Bax da nazik. Bax. 5 tona göre bu stenka naziydi. Belə olmalı değil. Ama Charles diyelim. Ona göre o birleşmeye zayıf olur. Düz. İnşallah ne bunu bərpa edib bədən çəkərik. Bir daha vaxtınız xeyir olsun. Demək belə, bax burasına patlamış, götürəcəm utanmışda bax. Bax belə. Deyəcəm, sırf xammadan protein nasıl eləmişik. Həm suyu təmiz saxlayır, həm də möhkəmliyinə görə. Daha setkada da elinə yanlar boş şeylərdir. Yəni kirli saxlayan şeylər deyil. Mən bir bakın qapağından kəsirəm bura. O da müvəqqəti olan bir şeydir. 2 ay, 3 ay sonra yenə buraxacaq. Bakın patlama səbəbi yenə deyirəm sən. Belə baxanda normalda bakın altı əyri olanda patlayır. Bakın altı düzdür. Daha düzəldiblər. Yəni çor görürüz belə də, lol düzülsün. Altına problem yoxdur. Bakın problem özündədir. Bax göstərək vəzəmi tamsa bax. Çıx bura qardaş bax. Görürsən? Bu kağız kimdir? 5 tonluq sənə görə bu belə olmalı deyildi. En azından biraz qalın olmalıydı. Beləncə 5 tonluq, 3 tonluq, 10 tonluq, 20 tonluq baxları hamısını bərpa edilir. Yerindən məkandan asılı olmayaraq. Bakı daxili bütün yollara gəlir Sumqayıta kimi. Rayonlarda da ustalarımız var. İşə zamanı tərəf 5 il verdik. Bax, məsələn, Paykonlayda bir daha bıraxmır. Beləncə xeyirli olsun, Allah xeyir versin.